Ermənistanda Qəqarkunik bölgəsində başlayan geniş miqyaslı yanğın Tavuş istiqamətinə yayılıb və artıq Dilican Milli Parkına çatıb. APANA xəbərinə görə bu barədə Ermənistan mediası Daxili İşlər Nazirliyinə isnadən məlumat yayıb. Bildirilir ki, Çəmbərək Tutuducur ərazisində 2 ocaq söndürülüb, digərləri lokallaşdırılıb. Bununla yanaşı, Hayastan fraksiyasının deputatı Qarnik Danielyan yanğının Dilican parkına çataraq Semenovka icmasına yaxınlaşdığını və küləyin vəziyyəti ağırlaşdırdığını bildirib. O, əhaliyə birgə mübarizə üçün çağırış edib. Bildirilir ki, 669 yanğın söndürən Ekopatrolun 215 əməkdaşı və yerli sakinlər Dilican ətrafında otlaqlara əhatə edən yanğının söndürülməsinə cəlb olunub. Dilicanın icra başçısı David Sarkisyan yanğının xilasedicilər və könüllülərin iştirakı ilə söndürüldüyünü deyib. Səhər saatlarında əlavə qüvvələrin cəlb ediləcəyi açıqlanıb. Dilican meşələrindəki yanğını söndürmək üçün Ermənistan hərbi hava qüvvələrinin bir neçə helikopteri cəlb olunub.